Xalq yazıcısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi münasibəti ilə ölkəmizin müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunur. Növbəti yubiley tədbiri isə yazıçının doğulub boya başa çatdığı Qazax rayonunda keçirilib. Bakı Dövlət Universitetinin Qazax filialının professor müəllim heyəti və tələbələri yubiley münasibəti ilə Yusif Səmədoğlunun büstünü ziyarət ediblər. İştirakçılar Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun poeziya evində olublar. Burada onlara görkəmli ədibin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib. Hamı özü axtarıb onun özünü və sözünü tapırdı. Özündən ibrət götürürdü, sözündən ibrət götürürdü və hamı kimi mən də bilirdim ki, Yusif Səmədoğlu təkcə böyük Səməd Vurğunun oğlu deyil. O təkcə şair ailəsində dünyaya gəldiyinə görə yazıb yaratmır. Əslində o dünyaya onsuz da elə bil anadan yazıb yaratmaq üçün doğulub gəlmişdi. Bir məsəl var, deyir ki, usta oğlundan şagird olmaz, usta oğlundan usta olur. Səməd Vurğunu xalq nə cür tanıyırsa da, onun evlatlarını da o cür tanıyır. Səməd Vurğunun zəngin yaradıcılığı onun uşaqlarına da, evlatlarına keçmişdi. Yusif Səmədoğlunun yaradıcılığı çox zəngindir. Həm poeziya cəhətdən, həm senar cəhətdən, həm publistika cəhətdən çox zəngin yaradıcılığı vardı.